Salam əziz şagirdlər. Bu gün biz 7-ci sinif kimya dərsliyində sonuncu bölmə olan 7-ci bölmənin ümumiləşdirici tapşırıqların izahına birgə baxacağıq. Bununla da biz 7-ci sinif kimya dərsliyindəki sualların izahını bitirmiş oluruq. Gəlin bir-bir baxaq suallara. Aşağıda verilmiş söz sənliklərini dəftərinizdə tamamlayın, neytrallaşma reaksiyasını müəyyən edin. Uşaqlar, biz bildik ki, neytrallaşma reaksiyası turşu ilə əsas arasında gedən reaksiyadır və duz ilə suyun alınması ilə reaksiya başa çatırdı. Bizə birincidə verilib natrium xlorid turşusu ilə, yəni H-xlor ilə reaksiyaya daxil olur. Reaksiya nəticəsində boşluğun yerinə yazacaqsınız natrium xlorid, üzərinə gəlinsin hidrogen. Biz də dedik ki, neytrallaşma reaksiyası əsas ilə turşu arasında gedir. Buradan da görürük ki, yalnız turşu var, əsas yoxdur. Deməli, bu reaksiya neytrallaşma reaksiyası ola bilməz. B variantında bizə verib litium hidroksid əsasdır. Xlorid turşusu turşudur. Reaksiya nəticəsində alınacaq litium xlor, boşluğa yazacaqsınız litium xlor və su. Bu reaksiya nədir? Neytrallaşma reaksiyası olacaq. Çünki turşu var, əsas var, duz və suyun alınması ilə reaksiya gedib. Bunu götürdük, neytrallaşma reaksiyası. C variantına baxırıq. Ammonium nitrat və su alınıb. Uşaqlar, ammonium nitratın alınması üçün biz ammonium hidroksid götürə bilərik. Yəni NH4OH. Üzərinə gəlinsin nitrat turşusu. Reaksiya nəticəsində alınır ammonium nitrat, yəni NH4NO3. Üzərinə gəlinsin su. Boşluğa yazacaqsınız ammonium hidroksid, nitrat turşusu. Reaksiya nəticəsində alındı ammonium nitrat və su. Bu reaksiya nədir uşaqlar? Təbii ki, neytrallaşma reaksiyasıdır. Çünki ammonium hidroksid zəif qələvi xassəlidir. Nitrat özü də turşudur. Turşu ilə əsas arasında gedib reaksiya, duz və suyun alınması ilə də reaksiya başa çatıb. Biz bunu da nə dedik? Neytrallaşma reaksiyası kimi götürdük. D-yə baxıram. D-də alınıb kalium xlorid, karbon qazı və su. Biz nə yaza bilərik? Baxın uşaqlar, bunu yaza bilərik ki, kalium 2CO3, yəni kalium karbonat. Demək, kalium xlorid alınması üçün biz H-xlorla reaksiyasını yaza bilərik. Yəni, xlorid turşusuna reaksiya yazdım. Reaksiya nəticəsində aldım kalium xlor. H2CO3. H2CO3-ün özü də parçalananda uşaqlar CO2, yəni karbon qazı verir. Bir də suyu verir. Biraz çapalacalaşdıraq. Suyu verir. Bu bizdə təbii ki, neytrallaşma reaksiyası olmayacaq. Çünki turşu var, amma bizdə əsas yoxdur. Boşluğa yazacaqsınız kalium karbonat, bir də xlorid turşusu. Bu boşluqda da xlorid turşusu. Bu da nədir? Neytrallaşma reaksiyası olmadı. Y variantına baxaq. Alüminium hidroksid, yəni alüminium OH3, nitrat turşusu, HNO3. Biz görürük ki, əsasdır, turşudur. Reaksiya nəticəsində alınacaq duz, yəni alüminium NO3, 3 dəfə, üzərinə gəlinsin su. Boşluğa yazacaqsınız alüminium nitrat və su. Buradan da gördük ki, əsasla turşu reaksiya girdi, duz və su alındı. Deməli, bu da neytrallaşma reaksiyası oldu. İndi bizdən hansılar neytrallaşma reaksiyası olduğunu soruşur uşaqlar. Hansılar gördük? Gördük B variantı neytrallaşmadır, C neytrallaşmadır. Bir də Y variantı neytrallaşma reaksiyası oldu. İkinci suala baxaq. Natrium hidroksid olan qaba lakmus kağızı daxil edilir. Sonra bu məhlula kifayət qədər xlorid turşusu əlavə edilir. Reaksiyadan sonra məhlula yeni lakmus kağızı daxil edilir. Hansı rəng dəyişikliyi müşahidə ediləcək? Uşaqlar, biz görürük ki, birinci yazıb natrium hidroksid var qabda. Yəni, əsas var qabda. Qabda əsas olduğuna görə lakmus kağızını əsasi mühitə əlavə eləsək, nə olacaq? Göy rəng olacaq. Əvvəlcə yazdım, göy rəng oldu. Daha sonra deyilir ki, bura xlorid turşusu əlavə edilir. Yəni, neyinir? Turş mühit yaranır.
Turş mühit yarandığına görə lakmus kağızının rəngi nə olacaq? Qırmızı rəngi dəyişəcək. Yəni əvvəlcə olacaq göy rəng, sonra da rəngi olacaq qırmızı rəng. B variantına baxıram. Natrium hidroksidlə xlorid turşusu reaksiyasından 2 maddə alınır. Nə deyir? Natrium hidroksid, yəni natrium OH, xlorid turşusu ilə reaksiyaya daxil olur deyir. Reaksiya nəticəsində alınır 2 maddə. Turşu ilə əsas arasında gedir bu reaksiya. Nə alınır uşaqlar? Duz, yəni natrium xlor və su. Aha, biz yazdıq reaksiyamızı. Bu maddələrdən biri sudur. Aha, gördük ki sudur, digəri də natrium xloriddir. Gördük ki natrium xloriddir. Natrium xloridin aid olduğu maddə nədir uşaqlar? Duzdur, duzlar qrupuna aiddir. Turşu ilə əsas arasında getdi reaksiya, neytrallaşma reaksiyası baş verdi. Duz ilə suyun alınması ilə də reaksiya başa çatdı. Yəni hansı qrupa aiddir deyərsə, biz natrium xloridi duzlar qrupuna aid eləyə bilirik. Üçüncü suala baxaq. Laboratoriya etiketləri düşmüş 2 qab var. Etiketlərdən birinə bulaq suyu, digərinə isə sulfat turşusu yazılıb. Etiketlərin aid olduğu qabların müəyyənləşdirməsi üsulunu təşrif edin. Uşaqlar, biz burada lakmus kağızını götürə bilərik. Lakmus kağızını salsaq. Baxın, bizə verib sulfat turşusu, bir də bulaq suyu. Biz lakmus kağızını turşuya salsaq, təbii ki, nə olacaq? Avtomatik şəkildə onun rəngi dəyişəcək, sulfat turşusunun rəngi dəyişərək qırmızı rəng olacaq. Qırmızı rəng oldu. Daha sonra isə bulaq suyu isə nədir? Neytral mühitdir. Neytral mühit olduğuna görə lakmus kağızının rəngi isə nə etməyəcək? Dəyişməyəcək. Dəyişmir. Yəni biz necə təyin edə bilərik deyə sualını versələr, biz lakmus kağızından istifadə edərək mühitin turş olduqda rənginin dəyişdiyini, mühit neytral olduqda isə rənginin dəyişmədiyini bilərək bunu biz müəyyən edə bilərik. Dördüncü sualda bizə anaqramları tamamlamamızı istəyir. Birincidə yazıb, turş və əsası mühitlərdə rəngini dəyişən maddə. Az öncə də qeyd elədik ki, nədir bu uşaqlar? İndikatordur. İndikator. Aha. İkincidə verib, turş və əsası xassəli maddələr arasında baş verən reaksiya nə idi uşaqlar? Neytrallaşma reaksiyası. Neytrallaşma reaksiyası. Üçüncüdə verib, universal indikatorun yaşıl rənginə uyğun pH göstəricisi nə idi uşaqlar? pH bərabərdir 7 olanda yaşıl rəng olurdu. Yəni neytral mühiti göstərirdi. Mədə şirəsinin mühiti nədir? Turş mühitdir. Sonuncuda isə verib, qələvlərin iştirakı ilə hazırlanmış təmizləyici vasitə nə idi uşaqlar? Bu da sabun idi. Bu qədər. Anaqramları da tamamladıq. 5-ci suala baxaq. Qarışqa sizi sancdıqda, dərinizdə qaşınma və ağrı yaranır. Sancmanın təsirini aradan qaldırmaq üçün hansı məhluldan istifadə etmək olar? Uşaqlar, qarışqanın sancması nə idi? Turş mühit idi. Turş mühit yaranır. Biz neytrallaşmanı yaratmaq üçün nə etməliyik? Əsasdan istifadə etməliyik. Əsasdan istifadə etmək üçün də biz əsası mühitin pH-ını bilməliyik. pH əsası mühitdə nə idi? 7-dən böyük idi. Deməli, biz pH-i 7-dən böyük olan maddə axtarmalıyıq. Buradan da görürük ki, çoban yastığının su ilə qarışığı pH-i 8 verilibdir. Deməli, biz çoban yastığının su ilə qarışığından istifadə edə bilərik və nəticədə də neytrallaşmanı yarada bilərik. Cavabımız oldu çoban yastığı. Çünki pH nədir? 7-dən böyükdür. pH 8-dir uşaqlar. Ümid edirəm aydın oldu. 6-cı suala baxaq. Cədvəli dəftərinizə köçürün. Nümunələrin mühitini və təqribi pH göstəricilərini qeyd edin. Gəlin baxaq uşaqlar. Biz əvvəlcə gəlin rəngləri müəyyən edək. Biz nə bilirdik? Mövzunu keçərkən də artıq mövzuları öyrənmişik, bilirik bunları. Qırmızı olanda mühitimiz güclü turş mühiti idi. Güclü turş mühit. Daha sonra bizə verib narıncı. Birinci narıncıymış. Narıncılı olanda və yaxud da uşaqlar sarı da ola bilər. İndi burada artıq yoxdur. Narıncı və yaxud da sarı olanda turş mühiti göstərirdi. Təşkil olsun deyə qeyd edirəm təzədən. Yaşıl nə idi? Neytral mühit idi.
Mavi və yaxud da göy olanda isə nə idi uşaqlar? Əsasi mühit idi. Əla. İndi gəlin baxaq. Elə buradan avtomatik dərəcədə yaza bilərik. Gəlin baxaq. Bizə verib qazlı su. Qazlı su nədir? Narıncı rəng verib. Narıncı rəngin də mühiti nə idi? Turş idi. Deməli biz mühitə yazırıq turş. pH göstərisini biz təxmini indi gəlin belə müəyyən edə bilərik uşaqlar. Qazlı suyun özü niyə mühiti turşdur? Çünki qazlı suyun içərisində CO2 var idi. CO2 suda həll olanda zəif turş əmələ gətirirdi. Buna görə də biz qazlı suyu neytral mühit kimi götürə bilmərik, bir azca turş mühit kimi götürə bilərik. Onun da təxmini pH göstərisi kimi, gəlin aşağıda yazım, birincidə qazlı mühitdə pH göstərisi kimi bir az turşlu olduğu üçün 5 kimi yaza bilərik. İkincidə verib akkumulyator turşusu, qıpqırmızı rəng veribdir uşaqlar. Qırmızı rəng olanda nə olurdu? Güclü turş mühit rəngini göstərirdi. Mühitimiz olur güclü turşu və yaxud da turşu mühiti. pH-ının nə olduğunu istəyir. Mühit isə uşaqlar güclü turşularda mühit çox aşağı olur. Buna görə də biz onun təxmini pH-ını 1 kimi götürə bilərik. Üçüncüdə verib maqnezium xlorid yaşıl rəngdir. Yaşıl rəng avtomatik neytral mühiti göstərir. Neytral mühitdə də pH-ımız elə 7 olurdu. Dördüncüdə isə verilib göy rəng əsası mühiti göstərir. Mühitimiz olur əsasi və onun təxmini pH göstərisini isə biz uşaqlar 8 kimi yaza bilərik. Çünki yumurta ağı özü zəif qələvi xassəyə göstərir. Zəif qələvi xassəyə göstərdiyinə görə də onun təxmini pH bərabər 8 kimi qeyd elədik. Diaqramda bitkilərin becərilməsi üçün uyğun torpaqların pH göstəriciləri verilib. Kartofun yaxşı becərilə bildiyi torpağın pH dəyərini təyin edin. Uşaqlar, biz nə görürük? Görürük ki, kartofun özü pH bərabərdir 5-də yaxşı ilə becərilir. Buna görə də elə pH bərabərdir 5 kimi götürürük. İkincidə verilib, hansı tərəvəz mühiti neytral olan torpaqda daha yaxşı yetişir? Biz də bilirik ki, neytral mühitdə pH bərabərdir 7 olurdu. pH bərabərdir 7 olduğu üçün neytral mühitdə də görürük ki, gül kələmi neytral mühitdə neyinir? Daha yaxşı yetişir. C-də nə verib? Əsası mühitdə olan torpaqda hansı bitkinin becərilməsi məqsədə uyğundur? pH böyük 7 olanda nə olurdu uşaqlar? Əsasi mühit olurdu. Deməli, pH bərabərdir 8-dirsə, bu əsasi mühitdir. Buradan da görürük ki, kökün özü nədir? Əsasi mühitdə daha yaxşı yetişir. Çünki pH bərabərdir 8-dir kök üçün. Aha, D-yə də baxaq. Kartof becərilən torpaqda növbəti il gül kələm becərilmək istəyiriksə, əkindən əvvəl torpağa hansı maddənin qarışdırılması məsləhətdir? Uşaqlar, bu artıq mövzuların içərisində var. Biz görürük ki, pH-ın özü 5-dir. Düzdürmü? Biz 5-i 7-də qaldırmalıyıq. Yəni 5-dən 7-yə qaldırmalıyıq. Buna görə də torpağın turşuluğunu azaltmaq lazımdır. Torpağın turşuluğunu azaltmaq üçün də biz sönmüş əhəng məhlulundan istifadə edirdik. Sönmüş əhəng məhlulun formulu nə idi? Kalsium OH2 idi. Sönmüş əhəng məhlulundan biz istifadə edərək, yəni onun özündə mühit, əsasi mühit olduğuna görə torpaqda neytrallaşma reaksiyası baş verir, nəticədə də əhəng torpağın turşuluğunu azaldırdı. Torpağın turşuluğu azaldığına görə, uşaqlar, pH yüksəlir. pH yüksəldiyinə görə artıq neytral mühit yaradır. Bununla da biz neytral mühit yaradaraq kartofu gül kələmi ilə, yəni növbəti il gül kələmi becərmək istəyiriksə, sönmüş əhəngdən istifadə edirik. Sönmüş əhəngdə mühit əsası olduğuna görə torpaqda neytrallaşma reaksiyası baş verir. Nəticədə də əhəng torpağın turşuluğunu azaldır və pH-ı da yüksəldir. Bu qədər. 8-ci suala baxaq. Maddələrin formulunu müəyyən edin. Bizə verib litium hidroksid, yəni litium OH əsaslı, sulfat turşusu, turşudur, HCSO4 şəklində yazılır. Xlorid turşusu, turşudur, H-xlor şəklində yazılır. Alüminium hidroksid əsasdır, alüminium OH3 şəklində yazılır. Aha, sonuncu sualdır bu. Aha, sonuncu suala da baxaq uşaqlar. Bununla da artıq biz
7-ci sinif dərsliyini yekunlaşdırmış oluruq. A və B maddələrinin məhlullarının qarşıdılması nəticəsində neytrallaşma reaksiyası baş verir. Nəticədə maqnezium nitrat duzu alınır. Maqnezium nitrat duzu alınır uşaqlar deyir. Ola bilər ki, maqnezium nitratın yazılışını bilməyəsiniz. Maqnezium yazıram. Nitrat nədir uşaqlar? HNO3 turşusunun turşu qalığıdır. Siz bu formulu müəyyən eləmək istəyirsinizsə, maqnezium özü 2 valentlidir. Yəni onun iyonunun yükü. Bu 8-ci sinif mövzusunda var təbii ki uşaqlar. Burada indi sizə bir başlanğıc olaraq izah eləmək istəyirəm ki, maqnezium özü 2 valentlidir. Buna görə də onun iyonunun yükü müsbət 2-dir. Nitrat, yəni NO3, HNO3 turşusunun turşu qalığıdır. Buradan da görürəm ki, bu -1-dir. Ümumi formulu müəyyən eləsəm, 1 gələr düşər maqneziumun ayağına, 2 də gələr düşər nitratın ayağına. Bizim də ümumi formulumuz olar. Baxın, maqnezium NO3 2 dəfə. Bu bizim oldu maqnezium nitratımız. Əla. İndi deyir ki, B maddəsinin suda məhlulunda turş mühit olur. A və B maddələrini müəyyən eləməyimizi istəyir. Aha, gəlin müəyyən eləyək uşaqlar. Bizim formulumuz oldu maqnezium NO3 2 dəfə. Biz də görürük ki, maqnezium nədir? 2 müsbətdir. Yəni, əsasdan əmələ gəlir bu. NO3 isə mənfidir, turşudan əmələ gəlir. Hansı turşudan əmələ gəlir? Nitrat turşudan əmələ gəlir. Maqnezium 2 müsbət əsasdan əmələ gəlməyini istəyiriksə, bu da olacaq nə? Maqnezium OH2. NO3-ün də turşudan əmələ gəlməsi nə olacaq? HNO3 şəklində. Ümid edirəm ki, aydın oldu uşaqlar. İndi bizdən deyir ki, B maddəsinin suda məhlulunda turş mühit olur. Deməli, B-miz elə HNO3-ün özüdür. A-miz isə nə olacaq uşaqlar? Maqnezium OH2 olacaq. Reaksiya təniyini də yazaraq biz bunu ala bilərik. Necə alırıq? Baxın, maqnezium OH2 üzərinə gəlinsin nitrat turşusu. Reaksiyadan alınır. Maqnezium NO3 2 dəfə üzərinə gəlinsin su. Neytrallaşma reaksiyası baş verir. Biz yenə də gördük nə aldıq uşaqlar? Maqnezium nitrat duzunu almış olduq. Daha sonra verib ki, maqnezium nitrat əmələ gələn zaman reaksiya baş verən qabın temperaturu artır. Baş verən prosesin istilik effektinə görə növünü müəyyənləşdirin. Biz nə görürük uşaqlar? Görürük ki, temperatur artır deyir. İstilik yəni yenir ətrafa yayılır. İstilik ətrafa yayılırsa, bu reaksiyadan da biz görürük ki, nədir? Egzotermik reaksiyadır. İstilik effektinə görə növünü müəyyən edin deyirsə, olacaq egzotermik reaksiya. Ümid edirəm ki, aydın oldu uşaqlar izahım. Aydın olmayan hissələrə rəy bölməsində yenidən soruşa bilərsiniz. Bununla da artıq biz 7-ci sinif kitabını yekunlaşdırmış olduruq. Kanala dəstək olmaq üçün abunə olmağı, rəy yazmağı, videonu bəyənməyi unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.